Bir müddət əvvəl ictimai yerlərdə siqaret çəkmək qanunla qadağan olunsa da, bəzi vətəndaşlar hələ də bu qaydaların hansı məkanlara şamil edildiyini tam şəkildə bilmirlər. Reallıq TV Milli Aza istinadən xəbər verir ki, paytaxt ərazisində aparılan sorğular göstərib ki, siqaret qadağası barədə məlumatı olanlar da var. Bundan xəbərsiz qalanlar da. Şəhərin müxtəlif yerlərində siqaret kötüklərinin atılması üçün xüsusi tullantı qabları yerləşdirilib. Lakin bəzi şəxslər siqareti tam söndürmədən həmin qabları atır. Bu isə yanğın təhlükəsi yaradan hallardan biridir. Məsələ ilə bağlı hüquqşünas Ellada Bayramova bildirib ki, qanunvericiliyə əsasən siqaret çəkmək təhsil və tərbiyə müəssisələrində, tibb ocaqlarında və onların ətrafında, idman arenalarında, eləcə də ictimai iaşə obyektlərində, kafe, restoran və ticarət mərkəzlərində qəti qadağandır. Bu qaydanı pozan şəxslər 30 manat məbləğində cərimə olunur. İnzibati Xətalar Məcəlləsinə əsasən siqaret kötüyünü küçəyə və ya yerə atmaq 300 manat cərimə ilə nəticələnir. Kötüyü yerə təkrar atmaq üçün isə 700 manat cərimə nəzərdə tutulub. Mütəxəssislər hesab edirlər ki, ictimai yerlərdə siqaret çəkməyə nəzarətin gücləndirilməsi, eləcə də maarifləndirmə tədbirlərinin artırılması bu kimi halların qarşısını almaqda mühüm rol oynayacaq. Onların sözlərinə görə, təkcə cərimə ilə deyil, həm də vətəndaş məsuliyyəti və mədəni davranış vərdişlərinin formalaşdırılması ilə ictimai yerlərdə siqaret çəkməyin qarşısını almaq mümkündür. Həmçinin vətəndaşlardan xahiş olunur ki, siqaret kötüklərini ətrafa atmaqla ətraf mühitə və digər insanların sağlamlığına zərər verməsinlər.